Təsəvvür edin ki, insanların əksəriyyəti çayxanalarda domino oynayaraq hazırda həyatlarını xərcləməkdədirlər. Onlara təşəkkür etmək lazımdır. Çünki onlar bizim əsl müştərilərə çevriləcəklər. Çünki hazırda insanlar 3 yerə bölünüblər, gəlin sizə göstərim. Diqqətlə baxın. Bu tabeldə gördüyünüz hər bir nöqtə 3,2 milyon insandır. Ümumilikdə 8 milyard 100 milyon insan göstərilib. Boz rəngdə olanlar ümumiyyətlə süni intellekti istifadə etməyənlərdir. Yaşıl rəngdə olanlar isə süni intellekti çat səviyyəsində istifadə edənlərin sayını göstərir. Sarı rəngdə olanlar ödənişli süni intellekt hesabları, qırmızı rəng olanlar isə özünə süni intellektlə iş quranların sayını göstərir. Yəni 0,04% əhalinin. Yəni təsəvvür et ki, veb-sayt qurmaq, mobil application yaratmaq, oyun yaratmaq, proqram təminatı yaratmaq, bunlar hamısı ödənişli süni intellektdə sadəcə mesaj yazmağınla həyata keçirilir. Bəli, düz anladın. Sən ideyanı ona izah edirsən, o isə qurmağa başlayır. İndi sən mənə de görüm, bu qırmızılardan biri olub bu qədər domino oyunçusuna xidmət təklif etmək istərdinmi? O zaman doğru ünvandasan dostum. Şərhlərdə öz fikrini yaz, digər videolarıma bax, bizlərə qoşulmaq üçün isə səhifəmdəki bu linklərə klik edərək açılan pəncərədə OpenClaw süni zəka agentini seçib rəsmi saytımızdan hazır videolardan ibarət təlimimizi alıb bizlərə qoşula bilərsən.